Gəlir deyir ki, səndən mübahisə eləmək istəyirəm. Həsən Basri Rəhməllah deyir, çıx yenə, çıx. Evi tərk elə, mənim vaxtım yoxdur səndən oturum, vaxt keçirim. Deyir, mən səndən mübahisə etmək istəyirəm. Deyir, xeyr, çıx yenə, mən istəmirəm. Deyir, o zaman bir ayətsə də oxuyum. Deyir, xeyr, oxuma ayəti. Ya sən tərk et məclisi, ya da mən çıxıb gedəcəm. O çıxır gedir. Tələbələri təəccüblənir ki, subhanallah, sən alim adam, sən şeyx adam, bilən adam. Bu kimdir ki, bunun qabağında sən sustun? Belə bir hal törənir də, qardaşlar. Soruşurlar ki, ey imam, nəyə görə sən ona cavab vermədin? Deyir, qəlblərin qapısı yoxdur. Qorxdum ki, şübhə atar, qəlbimə girər və onu dəf elə bilməzəm. Və əziyyət çəkərəm ömrüm boyu. Şübhədən qorxurdu. Sən bugün məcbul insanın qabağında oturarkən, o sana saatlarkən, danışarkən, sən bilmirsənsə ki, bu elmi hardan alıb, hansı məslərdən alıb, hansı əqidəni daşıyır. Sən necə əmin ola bilərsən ki, bu insana, bu sənə verdiyi faydalar, tövsiyələr, elm sağlamdır. Sən adicə həkimin yanına gedəndə qorxursan, ixtisas sahibi olmayanda birdən münasib dərman yazmaz. Hətta bəziləri dərman yazıldığı zaman içindəki nəşranı, bilgini oxuyur ki, görəsən bu gerçəkdən ona yazılan xəstəliyə aiddirmi deyə. Bəs dini məsələlər daha önəmli deyir, möhtərəm qardaşlar. Ona görə kimdən gəldi elm almaq, hansı kitab gəldi oxumaq, bugünkü gündə əsrdə yayılmış ən böyük xəstəlikdir və eyni zamanda da əqidənin və tövhidin zəifliyinin əlamətlərindəndir. Heç kimlə görüşməkdən çəkinməyin, heç kimlə bir araya gəlməkdən çəkinməyin. Hətta desələr xavaricidir, hətta desələr təkfircidir, hətta desələr ixvandır, hətta desələr hizbidir. Ən pis adları desələr bir masaya gəlmək istəyirsə gedin oturun. Oturun qardaş. Hətta desələr xavaricidir, hətta desələr təkfircidir. Bir masaya gəlmək istəyirsə gedin oturun. Oturun qardaş.